Nə olub? Nə olub? Çox bahalı zibiləməyim mən. Yaxşı, mənə maraqlıdır. Siz mənim atamla necə, harda və haçan tanış olmusunuz? Hə, bala, o vaxt mənim evimdə kombi xarab olmuşdu. Kombi? Hə, aton gəldi, onun asanjörünü yusa da xeyri olmadı. Sonra mənə məsləhət gördü ki, dekoral yaxşıdır. Hə, heç ustaya da ehtiyacı yoxdur. Gətirdi, quraşdırdı, o vaxtdan işləyir, Mən bir dekoral şey sağ fikirləşirəm. olsun. Mənim atam elektrik daxı, kombi ustası deyil axı. Sənin atan ürəkdir, ürək. Hə, yaxşı. Ürək gəldi, tanış oldunuz. Hə, sonra mənə evdə Levi su çəkdi, işıq çəkdi. Levi? Hə. Mən belə görəm, mənim atamın Levi işləri çox olub. Özü də işığı bilirsən hardan çəkdi. Ya. O vaxt trolleybus xətti vardı, hə, Bakıda. Hə, oradan çəkmişdi. Sonra onu yığışdırandan sonra metrodan çəkdi. Hə, qazı da elə quraşdırıb ki, çox vaxt elə şotçik mənə borclu qalır. Öz aramızda qalsın, suyu da Xəzər dənizindən çəkib. Mən nə deyirəm, Xəzər günü gündən niyə çəkilir? Hərdən sudan ikra da gəlir. Sənin atan ürəkdir. Benim belə tanış olduq.